2025-ci ilin aprel ayı bəzi bürclər üçün xüsusi şans vəd edir. Bu ay bir sıra bürclər üçün həm eşqdə, həm də maddi məsələlərdə uğurlu keçəcək. Gəlin görək aprel ayında şansı gətirəcək bürclər hansılardır? Qoçlar üçün bu ay yeni başlanğıclar və böyük qazanc dolu bir aydır. Qoç bürcləri üçün aprel ayı enerji ilə doludur. Günəşin onların bürcündə olması sevgi və iş həyatında yeni qapılar açacaq. Subay qoçlar gözlənilməz tanışlıqlarla rastlaşacaq. Münasibətdə onlar isə romantikanı daha da gücləndirəcək. Maliyyə baxımından isə cəsarətli addımlar atan qoçlar bu ay böyük qazanc əldə edə bilərlər. Oxatan üçün 2025-ci ilin aprel ayı gözəl balanslı aydır. Bu müddət ərzində bir çox məişət və ailə problemləri həll olunacaq. Aprelin 18-nədək Merkurinin birbaşa mövqeyi oxatan bürclərinin yaradıcı maraqlarını həyata keçirməyə ruhlandıracaq. Bu bürcün altında doğulanlar müsbət enerji ilə dolu olacaqlar. Ayın sonuna kimi Veneranın oxatan bürcünün 4-cü evinə təsiri harmoniya, şəxsi və peşəkar yüksəlişi təmin edəcək. Buğa bürcünün nümayəndələrini sevgi və pulda sabitlik gözləyir. Buğa bürcü üçün aprel ayı həm eşq, həm də pul baxımından sabit və uğurlu keçəcək. Veneranın müsbət təsiri buğalara sevgi həyatında gözəl anlar bəxş edəcək. Uzunmüddətli münasibətlər daha da güclənəcək. Maddi baxımdan isə gözlənilməz gəlirlər və uğurlu investisiyalar mümkündür. Dolçalar üçün aprel ayı sürprizlərlə dolu olacaq. Onları maraqlı tanışlıqlar və yeni sevgi macəraları gözləyir. Cütlüklər arasında daha dərin bağlar yaranacaq. Pul məsələsində isə dolçalar riskli amma gəlirli qərarlar verə bilərlər. Xüsusilə yeni ideyalar və innovativ layihələr onlara böyük qazanc gətirəcək. Leyla Səməndər, Yeni Azərbaycan TV.